Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edib, videolardan yararlanıb dostlarınızla paylaşmağı unutmayın. OTK imtahanına salınmış sualın izahına baxırıq. Əbob AB verilib, Əkob AB verilib. AB hasilinin natural bölənlərinin sayı bizdən istənilir. Biz bilirik ki, Əbob AB-ni Əkob AB-yə vuranda A vur B alınacaq. Belə bir düstur keçmişik. Düzdür? Yaxşı. İndi gəlin yazaq. A vur B onda bərabər olacaq. Əbobun yerinə 15 qoyacağıq. Əkobun yerinə isə 120 qoyacağıq. 15 vur 120. İndi bu ədədin natural bölənlərinin sayı bizdən istənilir. 15-in sadə vuruqları 3 və 5-dir. 120-nin sadə vuruqları 2 üstü 3 vur 5-dir. Düzdürmü? Yaxşı, indi gəlin davam edək. Bu eləyir 2 üstü 3 vur 3-dən 2-dən olduğuna görə 3 üstü 2 yazırıq. 5-dən 2-dən olduğuna görə vur 5 üstü 2 yazacağıq. Bu ədədin natural bölənlərinin sayı bizdən istənilir. Natural bölənlərin sayını tapanda qüvvətdəki ədədləri seçirsən, hərəsinin bir vahid artırıb bir-birinə vurursan. 3 üstəgəl 1 vur 2 üstəgəl 1 vur 2 üstəgəl 1. Bu da edəcək 4 vur 3 vur 3. Düzgün cavab 36 olar.